Çinlə Azərbaycan arasında 1000 kilometrlərlə məsafə var. Bakı Dövlət Universiteti, Konfutsi İnstitutu auditoriyalarında isə bu məsafələr çoxdan qısalıb. Burada təhsil alan Çinli tələbələr, eyni zamanda dərs deyən müəllimlər sanki iki xalq arasında körpü rolunu oynayırlar. Doğrusu Azərbaycanı çox sevirəm. Azərbaycanlılar olduqca mehriban və yardımsevərdilər. Çox vaxt bizə dəstək olublar. İki ölkə arasındakı münasibətlərə gəlincə, biz bu əlaqələrin gələcəyinə çox inamlı və nikbin baxırıq. Bildiyiniz kimi artıq iki ölkə vətəndaşları vizasız səfər edə biləcəklər. Bu bizim üçün çox sevindirici xəbərdir və gələcək əməkdaşlıqlar üçün bizə daha da güvən verir. Eyni zamanda iki ölkə arasında viza rejiminin ləğvi Azərbaycana gələcək Çinli tələbələr üçün də növbəti stimullaşdırıcı addım hesab edilir. Mən artıq Azərbaycanda 6 il yaşayıram. Burada magistraturu götürmüşəm. İndi doktoranturu oxuyuram. Mən çox sevirəm Azərbaycan dili. Baku çox xoşuma gəlir. Və Azərbaycanın yemək çox dadlıdır. Mən Azərbaycan insanlar çox çox mehriban. Belli Bakı Dövlət Universitetində oxuyuram. Öz ölkəmə və Azərbaycana təşəkkür edirəm ki, tələbələr üçün belə bir şərait yaradıb. Təhsilimi uğurla başa vurub vətənimə geri dönəcəm. Bu, iki ölkə arasında dostluq əlamətidir. Elə bu dostluğun daimi olması ümidi ilə Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər.